Niyə bugün televiziyalarda yoxsuz? Niyə? Səbəbi nədir? Səbəbi mən özüməm. Uşaqlar balaca olanda fikirləşdim ki, biraz ara verim. Uşaqlar bir balaca böyüsün. Sonra getdim. Əlbəttə, xarici ölkələr gəzdim. Hələ uşaqlar balaca olanda. Hətta Nəsrinin yaş yarımlıq idi. Mən Fransaya getdim. Belgiya getdim. Portuqaliya. Bütün dünyanı demək olar uşaqlardan sonra da gəzmişəm. Qastrol səfərlərinə getmişəm. Fikirləşirəm ki, cavanlara da yol vermək lazımdır. Hansı cavanlara yol vermək lazımdır? Bugünkü gənclərə, bugün efirləri zəbt edənlərə yol verməyə dəyərmi? Yox, hamı zəbt eləmir. Zamirə xanım, bilirsiniz, yaxşı, gözəl bizim kamança ifaçılarımız var. Mən kamançadan da danışmıram. Musiqidən danışırsınız. Ümumi ifaçılar, düz deyirsiniz. Kim verir onlar o meydanı? Bəlkə siz getmirsiniz efirə, o getmir efirə, bu qaçır efirdən. Bəlkə ona görə artıq meydan olaraq qalıb. Dur deməyin zamanıdır o səsi olmayanlara, ifa etməyi bacarmayanlara, notu bilməyənlərə. Doğru. Siz haqlısınız. Bəs niyə etmirik? Şəfiqə xanım, niyə etmirik axı? Azərbaycan musiqisi hansı vəziyyətə gəlib çıxır? Qızım, mən nə deyim, mən tək əldən səs çıxmır axı. Gərək birləşmək lazımdır.